Sonra disco, getir mini disco, tango, bala mambo, bala debde değil twist go. Biri yağışı görüb oynadı, digəri isə çarəsiz yağış sularında batdı. Sosial şəbəkələrdə vətəndaşlar tərəfindən video görüntülər yayıldı. Bakıda bir sıra rayon və qəsəbələr yağış suyu altında qaldı. 28 mart 2026-cı il yolları su bastı. Evlər su altında qaldı. Bəs hansı tədbirlər görüldü? Bura isə bir çoxlarının tanıdığı məşhur Sabunçu vağzalıdır. Hazırda gördüyünüz vəziyyət heç də ürək açan deyil. Avtomobillər su altında qaldı. Sürücülər köməksiz vəziyyətdə kömək dilədi. Son vəziyyətlə bağlı hansı tədbir görüldü? Drenaj sistemləri niyə bu yükü qaldırmağa gücü çatmır? Yağış suyunda batan ev sahibləri isə yalnız telefon vasitəsilə həvəskar çəkiliş edib kömək istədilər. Təbiət qarşısında aciz qalan insanlar. Son ümid yeri Allahdır. Dünyada baş verən sel fəlakətin bir hissəsi də Azərbaycanın, Bakının payına düşdü. Bu artıq sadə yağan yağış deyil, təbii fəlakətdir. Son illərin iqlim dəyişikliyi Bakıya da təsirsiz ötüşmədi. Bura baxın. Zəng ediyoruz. Bu su idarəsinə zəng. Zaten yukarı düşemiyor oraya biz. Zannet gidiyor. Ha bu kimə zəng edirik, heç kim baxmır. Bütün biz basıb cəmaatı evlərin zaten bak kəndi. Heç kim də baxan yoxdur. Zəng edirik, deyirlər neyinik? Təbii fəlakət.